Cümlələrin birində ədəb dilin hər üç norması pozulmuşdu. Emosional danışdıqca gözləri önündə bir sıra xatirə görünürdü. Burada demək, emosional o olmalıdır. E-M-O. Demək ki, fonetik norma pozulubdur. Gözləri önündə bir sıra xatirə, bir sıra sayından sonra gələn isim cəmdə olmalıdır. Demək ki, qrammatik norma pozulubdur. Gözləri önündə bir sıra xatirə görünürdü, yox, canlanırdı yazılsa düzgün olardı. Demək ki, leksik norma da pozulubdur. A variantında hər üç norma pozulub. Evlatlarından biri deyəsən axşam gec gəlmişdi evə. Övladlarından olmalıdır. Fonetik norma pozulub. Axşam evə gec gəlmişdi. Sözün yer dəyişməsi var, qrammatik norma da pozulub. Amma burada leksik normanın pozulması yoxdur. Cızmaqaralarını yığıb ocağa atdı və özü də tamaşasına durdu. Demək, cızmaqara defisdən yazılmalıdır. Fonetik norma pozulub. Özü də tamaşasına durdu. Özü də baxdı. Burada tamaşasına durmaq elə də düzgün deyil. Fonetik və leksik norma götürək. Burada da qrammatik norma yoxdur. Jurnalist sonda T olmalıdır. Ona yaxınlaşıb nə barədəsə mübahisə götürmək istəyirdi. Jurnalist fonetik normadır. Nə barədəsə mübahisə yox, müsahibə götürmək istəyirdi. Söz düzgün yerində işlənməyib. Bu da leksik normadır. Oğulun yaxşısı bütöv nəslə baş ucalığı edər. Oğulun yaxşısı bütöv nəslə baş ucalığı gətirər olar. Burada demək, leksik norma pozulubdur. Doğru cavabımız olur A variantı.